Biz Ağdamların verdiği bir sual var ki, Arxan. Deyirlər ki, Ağdamda tikilən binalarda qaz olmayacaq. Həqiqətən də belədir. Ağdamda tikilən binalarda heç birisində qaz yoxdur, qazla təchiz olunmuyub. Amma keçən səfər görmüşdülər ki, burada məhz aspirator və eyni zamanda qaz filtrəsi var. Mən sizi nəzərinizə çatdırım ki, indi operatorumuz yaxından çəksin, zəhmət olmasa. Bax, bunlar hamısı, yəni tokla, enerji ilə işləyən, tok cəryanı ilə işləyən bu qaz filtrəsidir. Məhz bunu da bir daha siz Ağdamların diqqətinə çatdırıram ki, tam dəqiq əmin olun. Bax, şnuru da buradadır. Bu şnur taxılacaq toka və burada isitmə yalnız tokla təmin olunubdur. Yəni, həqiqətən də bir daha şahid olduq ki, və verilən çox suallardan biri idi. Ağdamda binalarda qaz varmı? Qaz yoxdur. Hörmətli izləyicilər, dəyərli Ağdamlar, ikinci yaşayış kompleksində 2 otaqlı evin içərisinə daxil oluruq. Bu da tam fərqli bir dizayndadır. Məhz qapıdan koridora daxil olduğumuz zaman burada sanitar qovşağı görürük. Sanitar qovşaqdır. Daha sonra bu otağı açdığımız zaman həm burada sanitar qovşaq əl yuma yeri və hamam olan hissəsidir. Digər 2 otaqlı çəkdiyim vaxtı xatırlayıram. Orada həm bir ayaq yolu, həm də hamam və ayaq yolu var idi. Amma burada ayaq yolu yoxdur hamam hissəsində. Bu da yəqin ki, bu ərazinin balaca olması ilə bəlkə də müqayisə edib bura ayaq yolu qoymayıblar. Bəli, bura dediyimiz kimi 2 otaqlıdır. İndi biz bu otağa daxil olduğumuz zaman balaca bir yataq otağıdır. Və buradan balkona qapı açılır. İndi biz zala keçirik. Bu zal hissəsidir, yəni qonaq otağıdır. Standart, normal bir otaqdır. Bir dənə çılçıraq taxılıb bura və buranın da balkona açılan hissəsi çox gözəldir həqiqətən də. İndi gəlin, yaxınlaşın, operatorumuz zəhmət olmasa. Geniş bir balkonu var buranın. Balkon hissəsi həm burada çörək muzeyinə, operatorumuz oranı çəksin zəhmət olmasa, həm çörək muzeyinə, həm də Ağdam Cümə məscidinə baxır. Və bu hissə isə məhəllənin ən gözəl hissəsinə baxır. Çünki bu hissədə balkona çıxdığınız zaman məhz bina sakinlərinin bu parkda gəzişdiyini, istirahət etdiyinin şahidi olacaqlar. Elə özləri də həmçinin aşağı düşəndə məhz övladlarını burada bu parkda gəzdirəcəklər. Məhz parkda da gözəl şərait yaradılıb, uşaqlar üçün əyləncə zonaları təşkil olunubdur. Ərazi çox gözəldir, mənzərə superdir, həqiqətən də adam baxanda valeh olur. Bu 2 otaqlıdır. İndi gedək görək 3 otaqlı mənzil necədir. Hörmətli tamaşaçılar, indi isə ikinci yaşayış kompleksinin məhz 3 otaqlı mənzilinə daxil oluruq, koridor hissəsindən. Bu 18 nömrəli mənzildir. Qapısı da çox keyfiyyətlidir və təhlükəsizliyə ciddi riayət olunur. Görün nə qədər burada kilidi var. Bax, burayla da bunlar açılır, gördüyünüz kimi. Çox möhtəşəmdir. İndi biz 3 otaqlı mənzilə daxil olduğumuz zaman koridor hissəsi genişdir. Baxın, bir burada foyer hissəsi, burada isə bir dənə də digər otaqlara açılan hissə var. İndi biz daxil olaq, başdan başlayaq. Bura bir yataq otağıdır. Baxın, bir yataq otağıdır. Burada pəncərə hissəsi də parkın ən gözəl hissəsinə açılır. İndi zəhmət olmasa buranı da çəkin. Orada da işlər gedir, gördüyünüz kimi. Və bu bir otaq. İndi biz buraya daxil oluruq. Bu da ikinci bir otaqdır, əziz tamaşaçılar. Burada da divar kağızları fərqli stildə vurulubdur. Geniş bir pəncərəsi var burada da və qızdırıcı sistemi də var. Qışda yəni mərkəzi istilik sistemi ilə təchiz olunur. Otaqlar hamısı
mərkəzi qazanxana sistemi ilə isidilir. Burada da məhz parka açılan gözəl bir mənzərə var pəncərədən. İndi biz daxil oluruq 3-cü otağa. Burada mətbəx hissəsidir. Kiçik və normal bir mətbəxi var bu hissənin də. Burada da balkon yenə də açılır parkın ərazisinə. Burada da mətbəxdə çayınızı götürüb balkonda oturub rahat şəkildə mənzərəni seyr edə məhz çayınızı içə bilərsiniz. İndi oraya getməmiş gəlin burada sanitar qovşaq barədə məlumat verim. Çox da gözəl sanitar qovşaqdır. Həqiqətən də hər tərəfi kafeldir, yüksək səviyyəli. Bura isə yəqin ki, hamam olan hissəsidir. Baxın, 2 otaqlıda bax onu deyirdim əziz tamaşaçılar. Hamam hissəsində ayaq yolu yox idi, ancaq hamam olan hissəsi idi. Məhz bir də əl yuma hissəsi burada var idi. Amma ayaq yolu məhz unitaz qoyulmamışdı. Amma 3 otaqlıda bu nəzərdə tutulubdur. Burada isə girib baxın çimə bilərsiniz. Tuş hissəsi də yenə də yüksək keyfiyyətli materialdan qoyulubdur. Əladır, superdir həqiqətən də. İndi biz hamam hissəsi ilə tanış olduq. 2 otaqla tanış olduq. Burada mətbəxlə də tanış olduq. Sonuncu otağımız isə yenə bir gözəl mənzərəli, həm şəhərin sənaye zonasına açılan mənzərəsidir bu pəncərə. Bura isə yenə də parka baxan hissəsidir. Çox gözəldir həqiqətən də. 3 otaqlı mənzilimiz belədir əziz ağdamlar. Bu evdə, 18 nömrəli bu evdə kim yaşayacaqsa, Allah xeyirli eləsin. İnşallah gəlin köçürdəsiz, oğul evləndirəsiz. İndi isə gedək görək 4 otaqlı mənzil məhz bu binada necədir? Ay, aleykümselam. Təşəkkür edirəm hacı, çox sağ olun, sizlə bahar. Yox,